izləyicilər, bugün mən sizə Gizli Təşkilat əsərindən oxuyuram və bugün bu qırmızı kitabın 10-cu qanunu deyəcəm və 10-cu qanun izahını verəcəm. 10-cu qanun belə adlanır: kör izdiham. İndi qanunu oxuyuram. Məqsədli hərəkətləri həyata keçirmək üçün mənəviyyətsizliyi, qeyri-sabitliyi, kütlənin davamlılığını, onların anlayışını bilməmək, öz yaşayış şərtlərinə hörmətlə yanaşmaq, öz rifahını nəzərə almaq lazımdır. Kütlənin gücünün kör olduğunu, əsaslığını, şuurun olmamağını, sağ və solu dinləyən kimi anlamaq lazımdır. Kör olmadan körləri idarə edə bilməz. Onları uçuruma yuvarladar. Buna görə də xalq içərisindən çıxmış izdiham üzvləri ən azı ağıllıları siyasəti başa düşməsələr də xalqı məhv etməmək üçün başqaları kimi hərəkət edə bilməzlər. Yalnız uşaqlıqdan hazırlanmış, şəxsi, siyasi hərflərlə tərtib olunmuş söz deyə bilərik. Bu, qırmızı kitabın 10-cu qanunudur, adı da kör izdihamdır. Bu da qanunun açılışıdır. İndi mən bu qanun haqqında öz fikirlərimi bildirmək istəyirəm. Xahiş edirəm, qulaq asın. Kör izdiham ifadəsi ədəbiyyatda, fəlsəfədə və sosiologiyada tez-tez işlənən bir anlayışdır. Və birbaşa kör kütlə, şuursuz izdiham deməkdir. Bu termin insanların kütlə şəklində rasional düşüncəni itirməsi, fərdi iradənin zəifləməsi və emosiyaların məntiq üzərində üstünlük qazanması vəziyyətini təsvir edir. İndi bu sual belə çıxır ki, bax, bu kör izdiham nədir? Yəni, bu mənasını əsas məqsədimiz odur ki, bu kör izdihamın izahını verəm, mahiyyətini açıqlayaq. Kör izdiham çoxlu insanların müəyyən bir situasiyada düşünmədən, tənqidi analiz aparmadan, bir-birini təqlid edərək hərəkət etməsi deməkdir. Burada körlük mənəvi və idraki körlük kimi başa düşülür. Belə izdihamda fərdin məsuliyyəti hissi azalır, şəxsi düşüncə kütlənin emosiyasına tabi olur, insanlar adi vaxtda etməyəcəkləri davranışları sərgiləyə bilərlər. Əlbəttə ki, bu həm təhlükəli, həm də manipulyasiya oluna bilən bir sosial vəziyyətdir. Kör izdihamın psixoloji xüsusiyyətlərini nəzər etirsək,
Burada birinci əsas rol oynayan, yəni bu kör İslamın psixoloji xüsusiyyətləri deyəndə biz birinci növbədə hansı amilləri biz nəzərdə tutmalıyıq? Birinci amil anonimlikdir. Belə ki, anonimlik deyəndə biz nəyə başa düşürük? Anonimlik kütlə içində insanlar özlərini anonim hiss etdikləri üçün davranışlarına görə az məsuliyyət daşıdıqlarını düşünürlər. İkinci amil emosional yoluxmadır. Bu amildə belə anlamaq olar ki, bir nəfərin qorxusu, həyəcanı və ya aqressiyası çox qısa zamanda hamıya keçə bilər. Sosial psixologiyada buna emosional kontagion da deyirlər. Üçüncü amil tənqidi düşüncənin itməsidir. Bu amildə nə başa düşülür? Burada kütlə halında olan insanlar situasiyadan, belə deyək də, situasiyaları analiz etmir. Yalnız kütlənin impulslarına uyurlar. Növbəti liderə meyillik amilidir. Bu amildə deyilir ki, belə hallarda kör izdiham çox asanlıqla bir lider fiqurunun təsirinə düşə bilər. Liderin göstərişləri düşünülmədən qəbul edilə bilər. İndi gəlin biz bu kör izdihamın yaranma səbəblərinə nəzər yetirək. İndi bu kör izdihamın yaranma səbəbləri hansılardır? O amilləri mən sizin nəzərinə çatdırmaq istəyirəm. Birinci, panik vəziyyətləri. Yəni, panik vəziyyətləri deyəndə biz burada təbii fəlakətləri, yanğınları, məsələn, qəza hallarını nəzərdə tutmalıyıq. İkinci, siyasi sosial gərginliklər. Üçüncü, dini və yaxud da ideoloji fanatizm. Dördüncü, kütləvi tədbirlər, mitinqlər. Beşinci, ensiz məkanda çoxluq. Məsələn, deyək ki, stadionlar, konsertlər, metro. Və bu zaman insanların şüuru daha çox həyəcan və instinktlər tərəfindən idarə olunur. Bax, bu kör izdihamların nə nəticələr verir? Yəni, belə bir kör izdiham baş versə, onun hansı nəticələrini biz şahid oluruq? Əlbəttə ki, bu kör izdihamın müsbət nəticələri də ola bilər, mənfi nəticələri də ola bilər. Gəlin biz bunun müsbət nəticələrini deyək, sonra isə mənfi nəticələrini. Müsbət tərəf odur ki, bəzi hallarda kütlə birlikdə böyük işlər görə bilər. Məsələn, kimisə xilas edə bilər. Lakin bu nadir hallarda baş verir. Sonra mənfi tərəflər nə idi? Məsələn, mənfi tərəflər aqressiya və zorakılıqdır, qanunun pozulmasıdır, ayaq altında qalma, itələşmə kimi təhlükəli situasiyalardır. Manipulyasiyaya açıq olmaq və eyni zamanda ictimaiyyətin sabitliyin pozulması. Bax, bu halları biz misal göstərə bilərik.
Belə deyək ki, ədəbiyyatda və fəlsəfədə belə deyək, kör izdiham deyəndə nə nəzərə almaq olar? Bu anlayışı bir çox yaradıcılar və filosoflar belə bir kör izdiham anlayışını öz əsərlərində istifadə ediblər. Məsələn, Gustav Le Bon belə deyək, kütlələrin psixologiyası əsərində bu kör izdiham haqqında məlumat verib. Sonra belə deyək ki, Erich Fromm Azadlıqdan qaçış əsərində, Nietzsche kütlə psixologiyası fikirləri əsərlərində kör izdiham haqqında müəyyən məlumat verib. Ədəbiyyat sahəsində isə kör izdiham çox və insanın bir növ fərdi düşüncəsini itirməsi və toplumun başqasının tabe olması kimi simvolizasiya edir. Bəs indi belə bir fikir söyləyək, kör izdihamdan qorunmaq yolları mövcuddurmu? Və bu yollar haqqında müəyyən fikirlər söyləyək. Kör izdihamdan qorunmaq yolları aşağıdakılardan ibarətdir. Birinci, tənqidi düşüncənin gücləndirilməsi. İkinci, emosional idarə etmənin təlimi. Üçüncü, mediaların və siyasətçilərin manipulyasiyasına qarşı həssaslıq. Dördüncü, fərdi məsuliyyət hisslərinin artırılması. Beşinci, təcili vəziyyətlərdə maarifləndirmə və təhlükəsizlik kimi amilləri həyata keçirmək lazım. İndi biz bu kör izdiham haqqında məsələn real həyatda baş vermiş bu misallar göstərə bilərik. Yəni bu misalları göstərməklə bir növ dinləyicilərimdə müəyyən qədər bir fikir aydınlığı gətirmək istəyirəm. Panik zamanı məsələn ticarət mərkəzlərində tutaq ki, izdihamdır. Məsələn, tutaq ki, yanğın siqnalı çalınanda insanlar çıxış qapılarına doğru nəzarətsiz qaçmağa başlayırlar. Bu zaman insanlar bir-birini itələyir, çıxış yolları tıxanır, qabağa düşənləri əzmək təhlükəsi yaranır. Heç kəs düşünmür ki, daha təhlükəsizlik alternativ yollar mövcuddur ki, bu alternativ yollar hər bir insan üçün təhlükəsiz ola bilər. Kütlə kör şəkildə əyri istiqamətə qaçır. Yəni fikirləşmir, düşünmür ki, bəlkə ta ki, hər hansı binada yanğın baş verib, elə giriş qapısına qaçmaq lazımdır ki, bu binanın deməli gizli qapıları da var ki, bu gizli qapıdan çıxa da bilərlər. Bax, bunu düşünmürlər. Hamı qaçır giriş qapılarına. Sonra belə hadisələr harada baş verir? Bu deyək ki, izdiham deməli belə deyək ki, bu kör izdiham prosesi harada baş verir?
Belə hadisələrə biz misal üçün futbol stadionlarını göstərə bilərik. Futbol stadionlarda biz böyük izdihamlar olur. Məsələn, məşhur stadionlarda müəyyən faciələr baş verir. Məsələn, deyək ki, sıxlıq səbəbilə yüzlərlə insan xəsarət aldığı hadisələr biz rast gəlmişik. Yəni məşhur stadion faciələrində insanın emosional axını qapılıb çıxışlara tərəf axışır. Nəticədə fəlakətlər baş verir. Ayrı-ayrı insanlar panikaya qapılırlar və nəticədə də faciələr baş verir. Və yaxud da ki, deyək ki, məsələn, qiymət artımı olur və ya qıtlıq xəbəri yayılanda alıcı izdihamı. Yəni ki, məsələn, tutaq ki, işığın qiyməti qalxır, bu sürətlə bütün kütləyə yayılır. Yəni, buna məsələn, bir neçə misallar göstərə bilərik qiymət artımına əlaqədar. Məsələn, çörək qıtlığı xəbəri tutaq ki, yayılır xalq içərisində. Yaxud da insanlar kütləvi şəkildə mağazalara axışır. Yaxud da kimsə düşünmür ki, məlumat bəlkə də yalandır. Və hamı ehtiyat üçün lazım olandan artıq alır. Məsələn, deyirlər ki, məsələn, tutaq ki, un məhsullarında qıtlıq olacaq, ölkədə un çatışmamazlığı var. Hamı gedib bütün mağazalardan meşyox unlar alacaq ki, çörək qıtlıq olacaq. Bax, belə hadisələrin biz çox rastına gəlmişik, görmüşük, eşitmişik. Və nəticədə əlbəttə ki, real qıtlıq yaranır. Buna məhz kör izdihamı psixologiyası səbəb olur. Sonra kütləvi mitinqlər, yəni xalq nümayişləri, xalq mitinqləri məsəl üçün. Bu kütləvi mitinqlərdə emosional davranış hadisəsi baş verir. Mitinqlərdə məsələn bir nəfərin qışqırması, qəzəbli jesti və aqressiyası saniyələr içində hamıya keçir. Kütlə kör vəziyyətə düşür və tənqidi düşüncə işləmir. Fərdlər sonradan öz davranışlarına təəccüblənirlər. Sonra dini və ideoloji fanatizmdə kütlə davranışlarını misal göstərə bilərik. Fantastik dini və ya da siyasi qruplar müəyyən liderin emosional çağrışı ilə kör şəkildə hərəkət edə bilirlər. İnsanlar öz şəxsi qərarlarını kütlənin emosiyasına təslim edirlər. İndi gəlin, misal ədəbiyyatda misal göstərək. Ədəbiyyatda bu kör izdiham haqqında nə məlumat verilir? Məsələn, Jules Verne'in Kapital Qranatın Uşaqları əsərində burada bu romanın bir hissəsində kütlə xəbər yayılanda heç nəyi yoxlamadan emosional reaksiya verir. Qəhrəmanların davranışına kütlənin təsiri kör izdihamın klassik bir nümunəsi kimi olur. Daha sonra məsəl üçün deyək ki, növbəti yazsın deyə, məsələn, Jack Londonun Dəmir Daban əsəri
Romanda siyasi kütlələrin necə manipulyasiya olunan və emosional və kör şəkildə lideri izləyən qüvvəyə çevrildiyi göstərilir. Məsəl üçün, Albert Camus'un Taun əsərində xəstəlik yayılanda insanların panik davranışları, şayələr yayılması və kütləvi hərəkətlər kör izdihamın sosial psixoloji təsviridir. Yaxud Gustav Le Bon'un kütlələrin psixologiyası əsərində, bu əsərdə kütlənin şuursuz şəkildə hərəkət etməsi haqqında çoxlu real nümunələr verilir. Kör izdihamın formalaşması tarixi hadisələrlə əlaqələndirilir. İndi gəlin bu yaradıcıların əsərlərinə misal göstərdi. İndi gəlin tarixi misallar da göstərək ki, məsəl üçün bu tarixi misallardan biri ilə 1938-ci ildə Maralların hücumu radyo tamaşasıdır. Amerika Birləşmiş Ştatlarında radyo tamaşasını həqiqi xəbər zənn edən insanlar panikaya düşmüş, kütləvi qaçış başlanmışdır. Heç kəs xəbərin real olub olmadığını yoxlamamışdır. Məsələn, orta əsrlərdə kütlənin isteriya hadisələrinə misal olaraq belə misal çəkə bilərik. Məsələn, kütləvi şəkildə insanların mistik inanc səbəbilə eyni davranışları etməsi. Məsələn, cadükar ovları zamanı insanların sübut olmadan günahsızları öldürməsi, bunlar da kör izdihamın bir formasıdır. Məsələn, Azərbaycan mühitindən də biz misal göstərə bilərik. Məsəl üçün, ta ki, bir rayonda yaxud da şəhərdə şaya yayılır ki, hansısa mağaza bağlanacaq və ucuz məhsul satılır. İnsanlar kütləvi şəkildə oraya yığılır, itələşmə və xaos yaranır. Sonradan məlum olur ki, məlumat doğru deyilmiş. Bu, gündəlik həyatda rast gəlinən klassik bir kör izdihamın nümunəsidir. Sonra var kör izdihamın var psixoloji prinsipləri. Kör izdihamın psixoloji mexanizmləri əsasən insan beyninin kütlə içində verdiyi avtomatik reaksiyalarla bağlıdır. Devindializasiya, yəni fərdiyyatın itməsi belə adlanır, bu termindir. Fərdiyyatın itməsi, yəni belə bu amil. Bu amildə deyilir, kütlə içində insan özünü şəxsiyyət kimi deyil, kütlənin bir parçası kimi hiss edir. Yəni burada biz kör izdihamın müxtəlif amillərini deməli deyirik və bu zaman məsuliyyət hissi azalır, davranışlar daha impulslu olur, insan adi vaxtda etməyəcəyi hərəkətləri edir. Sonra var növbəti bir ideya, emosional yoluxma. Bu nə deməkdir? Yəni, bir nəfərin qorxusu, qəzəbi yaxud həyəcanı çox sürətlə başqalarına keçir. Buna emosional kontagion da deyirlər. Kütlənin həyəcanlanması fərdin davranışına hakim olur.
Sonra amillərdən biri də tənqidi düşüncənin zəifləməsidir. Bu zaman kütlə şəraitində analiz etmə qabiliyyəti azalır, informasiya yoxlanılmadan qəbul olunur, instinktiv hərəkətlər güclənir və bu kütlə şüursuzluğu fenomeni yaradır. Növbəti amil təqlid mexanizmi. İnsanlar kütlə içində başqaları necə edirsə elə mən də etməliyəm prinsipinə tabe olur. Bu mexanizm xüsusilə məsələn qaçışdadır, hücum halında, qorxu halında, alış-veriş çılğınlığı zamanı aktiv olur belə bir amil. Sonra növbəti amillərdən biz deyə bilərik liderə kör bağlılıq və kütlənin içində insanlar rəhbəri yaxud da güclü emosional fiqura tez bağlanır. Liderlərin dedikləri tənqidsiz qəbul olunur. Bu psixoloji olaraq avtoritet meyl adlanır. Sonra var qrup düşüncəsi amili və qrup düşüncəsi amilinə biz burada nədən söhbət gedə bilər? Qrupun bütövlüyünü qorumaq üçün fərdlər öz müstəqil fikirlərini gizlədir, kütləvi fikrə tabe olur. Bu da kör davranışlara səbəb olur. Sonra bu kör izdihamı eyni zamanda tarixi prinsipləri də var. Kör izdiham anlayışı tarix boyunca müxtəlif dövrlərin müşahidə olunmasıdır. Tarixi prinsiplər belə ümumiləşdirilir. Birinci, deməli kütləvi isteriya fenomeni. Tarixdə bir çox dəfə insanlar heç bir real səbəb olmadan kütləvi şəkildə qorxuya düşüb və eyni davranışı ediblər. Məsəl üçün, orta əsr cadukarovları, kütləvi dini tiranaları, xəstəliklər barədə şairə zamanı panika. İkinci amil kütlələrin asan manipulyasiyasıdır. Tarixdə siyasi liderlər, diktatorlar, dini ideoloqlar kütlələrin asanlıqla istifadə etmişlər. Bir də deyirəm, tarixdə siyasi liderlər, diktatorlar, dini ideoloqlar kütlələrdən asanlıqla istifadə etmişlər. Çünki kör izdiham emosional çalışları tez uyur. 20-ci əsrdə misal üçün, məsələn, totalitar rejim zamanı və yaxud da ki, belə deyək ki, nasionalizm, yəni milli axınlar, məsələn, kütləvi təbliğat kampaniyaları, əlbəttə ki, bu prinsiplər üzərində qurulmuşdur. Növbəti amil iqtisadi böhranlar və sosial qeyri-sabitlikdir ki, tarixin böhran dövrlərində insanlar panikaya daha meyilli olmuşlar. Məsələn, 1929-cu ildə böyük depressiya zamanı banklara hücum. Qıtlıq xəbərləri yayılanda kütlənin alış-satış
izdihamları. Növbəti məlumat informasiyanın təsiri. Tarixdə şayə və yanlış informasiya kör izdihamın əsas qidalama mənbəyi olmuşdur. Buna misal üçün, məsələn, aşağıdakı amilləri misal göstərə bilərik. Məsəl üçün, ta ki belə deyək ki, 38-ci ildə Marslıların hücumu radio hadisəsi, müharibə dövrlərində təbliğat vasitələri buna aiddir. Növbəti misal üçün kütləvi inanc sistemləridir. Bu amildə tarix boyu ideoloji və dini inancın güclü olduğu cəmiyyətə daha çox kör izdiham davranışı meyilli olmuşlar. Buna misal olaraq sərf yürüyüşlərini, kütləvi dini ayinlər zamanı çığınlıq misal göstərə bilərik. Misal olaraq sosioloji prinsiplər. Sosioloji baxımdan kör izdiham cəmiyyətin strukturu, sosial norma və qruplaşma mexanizmləri ilə izah olunur. Növbəti amil sosial norma və qrup təzyiqi. Burada cəmiyyətdə davranışları tənzimləyən sosial normalar var. Kütlədə bu normalar pozulur və yeni kütləvi norma yaranır. İnsanlar bu norma ilə hərəkət edirlər. Sonra struktur stres nəzəriyyəsi. Sosiologiyada qəbul olunur ki, kör izdiham ən çox sosial gərginlik dövrlərində yaranır. İqtisadi, buraya daxildir iqtisadi problemlər, işsizlik, siyasi qeyri-sabitlik, sosial ədalətsizlik. Əlbəttə, bu şəraitdə insanlar emosional və aqressiv davranışlar daha açıq olurlar. Sonra növbəti amil kollektiv davranış teoriyasıdır. Burada sosiologlar bu kollektiv davranış teoriyasını aşağıdakı prinsiplər əsasında izahını verirlər. Mesela yani ki hansı prinsiplərdir? Birinci, yayılmış həyəcan, şayə mexanizmi, sosial etiraz, liderlərin ortaya çıxması məsələsi burada deyilir. Eyni zamanda davranışın legitimlənməsi. Əlbəttə, bu ardıcılı kör izdihamın formalaşmasına səbəb olur. Sonra sosial identiklik nəzəriyyəsi. İnsanlar böyük qruplarla daxil olanda fərdi kimlik zəifləyir, qrup kimliyi güclənir və bu kütlənin emosional hərəkət etməsini gücləndirir. Məsəl üçün, biz deyək ki, o Babək kinosunda görürsünüz. Babək deməli ərəb xilafətinə qarşı mübarizə aparır və Babək qalib gəldikcə ərəb xilafətinə ətraf deməli kəndlərdən, obalardan insan axınları qrup şəklində Babəkin ətrafına toplaşır və Babək öz ətrafında böyük bir ordu yaradır. Bunu Babək kinosuna baxanlar özləri görüblər. Elə bu məsəl buna aiddir ki, insanlar böyük qruplara daxil olanda deməli fərdi kimlik zəifləyir və burada əlbəttə ki, qrup kimliyi güclənir. Yəni ki, elə bunu mən misal üçün Babək kinosunu göstərdim.
Beşinci, deməli, simvolik qarşılıqlı əlaqədir. Kütlələr burada belə deyək ki, simvollar, şüarlar, bayraqlar, ifadələr üzərində bir-birinə emosional təsir edirlər. Bu da sosial, psixoloji birləşdirici bir güc yaradır. Məsələn, tutaq ki, Amerika Birləşmiş Ştatlarında mən bir dəfə televiziyada baxdım. Bir tərəfdə ermənilər erməni bayrağıyla bir torpa yaratmışlar. Digər tərəfdə isə türklərlə Azərbaycanlılar öz bayraqlarla bir torpa yığılmışdı. Yəni iki torpa bir növ qarşı-qarşıya dayanmışdı. Ermənilər bir tərəfdən, türklər Azərbaycan bir tərəfdən. Və hamısı da Azərbaycanlılar da öz şüarları ilə çıxmışdı. Ermənilər də öz şüarlarıyla. Ermənilər öz bayraqları, Azərbaycanlılar da öz bayraqlarıyla. Bax, belə hadisələr biz tez-tez rast gəlirik və bunun şahidi oluruq. Əziz dinləyicilər, indi söhbət ondan gedir ki, bu kör izdiham haqqında mən geniş izahat verdim və gəlin bu kör izdiham haqqında bir nəticəyə gələk və bu nəticə nəticəsində, yəni bu söylədiyim bu fikirlərin də bir nəticəsi olmalıdır. O nəticəni sizin nəzərinə çatdırmaq istəyirəm ki, yəni demək istəyirəm ki, indi kör izdiham deyəndə biz nəyi başa düşdük, nəyi dərk etdik, nəyi analiz etdik və o nəticəni mən sizin nəzərinə çatdırmaq istəyirəm ki, yəni belə nəticəyə gəlmək olar ki, kör izdiham deyəndə psixoloji baxımdan emosional yoluxma, fərdiyyətin itməsi və təqlid başa düşülməlidir. Tarixi baxımdan siyasi manipulyasiya, isteriya, kütləvi çaxnaşma kimi anlamaq lazımdır. Sosioloji baxımdan isə qruplaşma mexanizmləri, sosial gərginlik, kollektiv davranış prinsipləri kimi bax, bu cür məsələlər izah olunur. Belə nəticəyə biz gəldik. Və bununla da, əziz dinləyicilər, istəyirəm ki, mən bu qırmızı kitabda olan 10-cu qanun haqqında çıxışımı tamamlayayım. Hələlik bu qədər, sağ olun, gələn görüşlərə.